Cədvəldəki doğru fikirləri müəyyən edin. Mətndəki problemlər. Mətndəki problemlərimiz iki dənədir. Birincisi birdir, məmurun kəndlinin qarşısında əlçatmaz öhdəlik qoyması, hansı ki, ona tapşırır ki, keçini dağ boyda eləsin. İkincisi, məmurun yersiz məsləhətlər verməsi kəndləri təngə gətirmişdir. Və bu problemin həllini biz kəndlinin oğlu vasitəsilə görürük. Oğlu kəndliyə cavab verir və məmur nəticədə qeyd olunur ki, məmur qızarıb bir daha cavab verə bilmədi, bəlkə utandı, düşündü ki, bir avam kəndli uşağı da ondan ağıllıdır. O gündən yersiz məsləhətlər verməkdən çəkindi. Deməli, oğlan yersiz məsləhətlərin verilməsi problemini də aradan qaldırır, həmçinin kəndlini e, yerinə yetirilməsi mümkün olmayan öhdəlikdən də xilas edir. Və cavabımız olur 1, 2, 5.